Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Hər birinizi xoş gördük. Rəbb hər birinizə bol xeyir dua versin. Rəbb hər birinizi qorusun. Rəbbin lütfü, Rəbbin sülhü hər birinizin üzərində olsun. Biz insanlar bilirik ki, görmək çox vacibdir. Göz çox vacibdir insan üçün. Çünki insanın gözləri, bizim gözlərimiz bizi təhlükədən qoruyur. Sən görürsən ki, burada təhlükə var, ora getmirsən. Sən görürsən, bura yaxşıdır, bura gözəl yerlərdir və bütün bu informasiyaların hamısını biz göz vasitəsilə qəbul edirik. Və yaxud da gözlər sənə yaxşı qida seçməyə kömək edir. Gözlər sənə yaxşı paltar seçməyə kömək edir. Ondan sonra gözlər sənə həyat yoldaşı seçməyə kömək edir. Və sən baxırsan, seçirsən, sevirsən və bu şeylərin hamısında gözlər rol oynayır. Gözlər bizə göstərir ki, işıqdır, qaranlıqdır. Yəni, balaca bir üzv, gözümüz olan balaca bir üzv bütün bədəni idarə edir və həmçinin də qoruyur. Ona görə görmə çox vacibdir. Amma təəssüflər olsun ki, insanlar var ki, onlar görmürlər və yaxud da zəif görürlər. Və biz belə insanlara, adətən belə insanlar kör adlanır və yaxud da görmə əngəlli insanlar adlanırlar və belə insanlar əziyyət çəkirlər. Həqiqətən çox əziyyət çəkirlər sözün əsl mənasında. Ona görə istəyərdim əziz bacılarım, qardaşlarım, gəlin bir anlıq gördüyümüzə görə, gözümüzdə bir problem olmadığına görə Rəbbə minnətdarlıq bildirək. Və mən bugün Müqəddəs İncil kitabından kör bir insan haqqında danışacağam. Timay oğlu Bartimay haqqında danışacağam. Ona görə istəyərdim sizinlə birlikdə gəlin bu ayələri biz oxuyaq. Və istəyərdim bu ayələri bir yerdə oxuyaq. Onda mən oxuyuram, siz də mənimlə bir yerdə oxuya bilərsiniz. Mark müjdəsi 10-cu fəsil 46-52-ci ayələr. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kör dilənçi yol kənarında oturmuşdu. Nazaretli İsa'nın orada olduğunu eşitdikdə, "Ey Davud oğlu İsa, mənə rəhm elə" deyə bağırmağa başladı. Çox adamsa ona qadağan edib susturmaq istəsə də, o, "Ey Davud oğlu, mənə rəhm elə" deyə daha ucadan bağırdı. İsa dayanıb dedi, "Onu çağırın." Onlar bu kör adamı çağıraraq dedilər, "Cəsarətli ol, qalx, o səni çağırır." O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsa'nın yanına gəldi. İsa ondan soruşdu, "Nə istəyirsən? Sənin üçün nə edim?" Kör adam ona dedi, "Rabbuni, gözlərim açılsın." İsa ona dedi, "Get, imanın səni xilas etdi." Həmin an bu adamın gözləri açıldı və o da İsa'nın ardınca getdi. Amin. Və deyilənə görə bu Bartimayın atası da kör olub, onun atası olan Timay da kör olub və ona görə ona həmişə elə Timay oğlu Bartimay deyirdilər. Bu dəqiq deyil, amma biz bu hadisəyə baxaq, görək burada nə baş verir. Və görürük ki, hadisə necə başlayır. Deyir, İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı kör bir dilənçi yol kənarında oturmuşdu. Fikir verin, Bartimayın gözləri görmürdü, o kör idi. Körlük onu dilənçi etmişdi. Bəlkə də o bunu istəmirdi, o bunu sevmirdi. O öz həyatından kör olduğuna görə razı değildi. Amma körlük onu qoymurdu ki, o getsin, işləsin, pul qazansın. Amma dilənçilik edirdi, ondan bundan pul istəyirdi, çörək istəyirdi və ona yol göstərmələrini insanlardan istəyirdi, diləyirdi. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bugün
Elə insanlar var ki, onlar ruhən kordular. Onlar Allahı tanımırlar və onlar həqiqəti bilmirlər. Belə insanlar ruhən kör adlanırlar, baxmayaraq ki, fiziki görürlər. Necə ki, fiziki körlük bu Bartimayı dilənçi etmişdi. Eləcə də ruhani körlük da insanları dilənçi edir. Sən insanlardan mənəvi qida istəyirsən. Fiziki kör olanda fiziki qida istəyirsən, ruhani kör olanda insanlardan mənəvi qida istəyirsən. Qaranlıqda, zülmətdə olursan. Nə edəcəyini, hara gedəcəyini bilmirsən, işığı görmürsən, kimin düz, kimin səhv olduğunu bilmirsən. Həyatda özünə yer tapa bilmirsən. Başını itirmirsən. Çünki sən ruhən görmürsən. Sən pis vəziyyətdəsən. Əgər sən bugün bu sadaladıqlarından bu vəziyyətdəsənsə, diqqətlə qulaq as. Rəbb bugün sənə bu vəziyyətdən çıxış yolu göstərəcək. Mən istəyirdim bu ayənin əvvəlində oxuduğum cümləyə fikir verək. Bartimay haqqında olan cümləyə fikir verək. Deyir, bu cümləyə fikir verin. Bu cümlədə Bartimay haqqında 3 kədərli söz var. Kör, dilənçi və oturmuşdu. Fikir verin. Yəni gəzə bilmirdi, gedə bilmirdi. Ürəyi istəyəni edə bilmirdi. Kiminsə onu aparmasına ehtiyac var idi. Mən bir dəfə bir yerdə işləyirdim. Oradan küçə görsənirdi. Şüşəli bir yerdi, küçə görsənirdi. Və hər gün səhər-səhər arabada bir kör insanı gətirib qoyurdular küçənin başına. Və o axşama kimi orada dayanırdı və insanlardan pul dilənirdi. Və günorta gəlib ona bir damcı yemək verirdilər və sonra da axşam gəlib onu apardılar. O səhərdən axşama kimi oturuqlu vəziyyətdə qalırdı və mən onu izləyirdim qıraqdan və ürəyim ağrıyırdı ona. Deyirdim, bu insanın gözü olsaydı, bu insan özü gedə bilərdi, bu insan işləyə bilərdi, bu insan pul qazana bilərdi, bəlkə də varlı bir insan ola bilərdi. Amma bu insanın körlüğü, bu insanın gözünün görməməyi onu o şeylərdən məhrum etdi. Baxın, adi görməmək insanı nələrdən məhrum edir. Bəlkə bugün sənin həyatında olan çətinliklər, problemlər, sıxıntılar, ağrılar sənin ruhani körlüğünə görədir. Bəlkə sənin həyatında olan bu çıxılmaz vəziyyət, bu qaranlıq, zülmət sənin Allahı görməməyinə görədir. Heç bu haqda düşünmüsən? Heç bu haqda fikirləşmirsən? Necə ki, bayaq dedim, fiziki insan görmür. Ruhən kör olan insan Allahı görmür. Və Allahı görməyən insan əzab, əziyyət içində yaşayır. Gəlin görək sonra nə baş verir. Nazaretli İsa'nın orada olduğunu eşitdikdə, ey Davud oğlu İsa, mənə rəhm elə deyə bağırmağa başladı. Kəlam deyir ki, Bartimay eşidirdi, görmürdü, amma eşidirdi. Bu çox yaxşı bir xüsusiyyətdir, eşitmək. Hamımız eşidirik, şükür Allaha. Heç birimizin eşitmə problemi yoxdur. Amma hamı eşitdiyinə diqqət eləmir. Hamı eşitdiyin yadda saxlamır. Hamı eşitdiyin icra etməyə çalışmır. Məsələn, mən burada danışıram, hamımız eşidirik. Amma ola bilsin ki, kiminsə fikri başqa yerdədir. Eşidirsən ha mənim səsimi. Amma fikrin başqa yerdədir, diqqətin başqa yerdədir. Kimsə öz aləmindədir, baxmayaraq ki, gözüm mənə baxır, amma ola bilər ki, bizim fikrimiz başqa yerə gedə bilər. Eşidirsən, amma o vacib sözü eşidə bilmirsən, diqqət etmirsən. Ona görə kəlam deyir. Müqəddəs İncil kitabında Yaqub 1-ci fəsil 19-cu ayədə deyir, qoy hər bir adam eşitməkdə iti, söz söyləməkdə təmkinli olsun. Başqa bir yerdə isə deyilir ki, beləliklə iman eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. Ona görə əziz bacılarım, qardaşlarım, gəlin eşidəndə də diqqətli olaq ki, fikrimiz Allahın sözündən, vacib olan Allahın sözündən yayınmasın. Bartimay eşitdi və eşitdiyinə diqqət elədi.
diqqət elədiyinə görə hərəkətə keçdi. Və bilirsiniz nə etdi? O başladı kömək istəməyə, başladı çığırmağa. Belə deyək, eşitdiyini başladı yoxlamağa. O İsa Məsih haqqında eşidirdi. İsa'nın gəlişi haqqında eşidirdi. Və İsa Məsih haqqında əvvəllər də eşitmişdi. O başladı eşitdiyini yoxlamağa. Bugün bir çoxları İsa Məsih haqqında eşidirlər. Amma diqqət yetirmirlər. Amma onu önəmsəmirlər, vacib saymırlar. Və yaxud da eşitdiklərini yoxlamaq, araşdırmaq istəmirlər ki, niyə görə İsa Məsih insanlar Allah oğlu deyir? Niyə görə İncil kitabı müqəddəs kitabdır? Niyə görə İsa Məsihi Allah bizim günahlarımıza görə qurban olaraq göndərib? Niyə? Bunları yoxlamaq istəmirlər, öyrənmək istəmirlər, araşdırmaq istəmirlər. Ona görə də xilas olmurlar. Eşitdiklərinə diqqət yetirmirlər. Amma Bartimay yetirdi. Və o istədi ki, Allahın sözünü yoxlasın. Və bilirsiniz nə etdi? Mərhəmət istədi. Mərhəmət istədi. O, əfv dilədi. O, bağış istədi. İsa Məsihdən, Allahdan və mərhəmət istəmək, əfv diləmək, günahkar olduğunu qəbul etmək deməkdir. Əgər biz kiməsə gedib deyiriksə ki, bağışla, niyə görə deyirik bağışla? Ona görə deyirik ki, çünki biz başa düşürük ki, biz onun xətrinə dəymişik, biz ona qarşı günah işlətmişik, ona görə ondan əfv diləyirik, üzr istəyirik. Və burada da Bartimay İsa Məsihdən ona görə mərhəmət diləyirdi ki, o başa düşürdü ki, o günahkardır. Amma bir çox insanlar özlərini Allah qarşısında günahkar saymırlar. Amma Allah istəyir ki, Allah üçün bu çox vacibdir ki, biz özümüzü onun qarşısında günahkar sayaq. Çünki günahkarıq. Çünki günahsız bir insan yoxdur. Və müqəddəs kitabda da biz oxuyanda görürük ki, Allah qürurlu insanlara qarşıdır. Özün düz sayan, özün təmiz sayan, özün günahsız sayan, pak sayan insanlara Allah qarşıdır. Amma kəlam deyir, Allah həlimlərə lütf edir, mərhəmət göstərir, əfv edir, bağışlayır, sevir. Və əgər insan özünü günahkar görürsə, o insan Allaha tərəf gəlir. Amma insan özünü düz görürsə, ona Rəbb lazım olmur. O Rəbbə tərəf gəlmir və gəlməyi istəmir. Fikir verin, Bartimay özün günahkar gördüyünə görə o Rəbbə tərəf gəlir. Və görək sonra nə baş verir, əziz bacılarım, qardaşlarım. Çox adamsa ona qadağan edib susturmaq istəsə də, o, ey Davud oğlu, mənə rəhm elə deyə ucadan bağırdı. Və görək sonra nə baş verir. Burada istəyirəm ki, insanlara fikir verək. İnsanların Bartimaya etdiyinə fikir verək. Bir çox adam ona qadağan edib onu susturmaq istəyirdi. Adam kördur. Adam çarəsizdir. Pis vəziyyətdədir. İsa Məsihdən kömək istəyir. İsa Məsihdən şəfa istəyir. İsa Məsihdən xilas istəyir. Həqiqəti tapmaq istəyir, amma insanlar ona mane olmaq istəyirlər. Və bu insanlar belədirlər. Bugün də belədir. Kimsə İncil oxumaq istəyir. Kimsə İsa Məsih haqqında öyrənmək, eşitmək istəyir. Kimsə İsanı çağırmaq istəyir, amma insanlar ona mane olurlar günü bu gündə. Oxuma, o kitab dəyişdirilib. İsa Məsihə iman etmə, o bizim deyil. Və yaxud da o xilaskar deyil. İnsanlar yenə də eyni hərəkəti, Bartimaya etdiyi hərəkəti bugün də edirlər və onlara mane olmaq istəyirlər. Mənim yadımdadır, mən İsa Məsihə iman edəndə bütün qohumlarım mənə qarşı qalxmışdılar. Ki, sən ona iman etmə, məbədə getmə, o kitabı oxuma. Dedim, mən nə pis iş görürəm ki? Mən narkoman deyiləm, içki düşkünü deyiləm, pis bir yerə getmirəm. Mənim getdiyim məbəddir, Allahın evidir, oxuduğum müqəddəs kitabı. Dedilər, o şeylərdən dediklərindən ol. Amma
məbədə getmə, İncil oxuma, İsa Məsihə iman etmə. Fikir verin, bax bu insanlar belədirlər. Və sonra insanlar onu susturmaq istəyərkən, amma kəlam deyir ki, o, ey Davud oğlu, mənə rəhm elə deyə ucadan bağırmağa başladı. İnsanlar onu sustura bilmirdilər. Onun ucadan bağırmağı bilirsiniz nədir? İmandır. Bu onun imanıdır. İnsanlar onu dayandırsa da, insanlar onun yolunda ona mane törətsə də, o dayanmadı. Ona görə bugün biz də, əziz bacılarım, qardaşlarım, insanlar bizə mane olmağa çalışacaqlar, çalışırlar. Dayanmayaq. Mane olsalar belə susmayaq, lazım olsa bağıraq və yenə də İsa'nın ardınca getməyə, İsa'nı çağırmaqda gecikməyək, yorulmayaq, ruhdan düşməyək. Çünki İsa Məsihdir xilaskar. Həqiqətən bizi xilas edən, bütün dünyanı xilas edən odur. Bilirsiniz, Zəbur kitabı 34-cü fəsil 6-cı ayədə Davud belə deyir. Deyir, mən məzlum Rəbbi çağırdım. O məni eşitdi. Bütün əzablarımdan məni xilas etdi. Sən də bugün Rəbbi çağır. Sən də bugün onu səslə, Bartimay kimi. O səni xilas edəcək. O sənin səsini eşidəcək. O səni azad edəcək. 50-ci Zəbur 15-ci ayədə yazılıb ki, dar gündə məni çağır. Artıq Rəbb deyir bunu. Hər birimizə deyir. Deyir, dar gündə məni çağır. Mən səni xilas edəcəyəm. Sən də məni şərəfləndirəcəksən. Bartimay üçün dar gün idi. Qaranlıqda, zülmətdə idi. Əgər sən də bugün qaranlıqda, zülmətdə, dardasansa, Rəbb deyir, məni çağır. İnsanlar sənə mane olacaq, amma yenə də sən məni çağır və mən səni xilas edim. Susma, dayanma, qorxma, sakitləşmə. Rəbbi çağır. Və sonra bilirsiniz nə baş verir? Bartimay İsa'nı bağıraraq çağıranda. Kəlam deyir ki, İsa dayanıb dedi, onu çağırın. Onlar bu kör adamı çağıraraq dedilər, cəsarətli ol, qalx, o səni çağırır. O üst paltarının üstündən atdı və yerindən sıçrayaraq İsa'nın yanına gəldi. Fikir verin, onun bağırmağı ilə İsa Məsih dayandı. O necə bağırdısa, o necə çağırdısa, İsa Məsih dayandı. Bugün Allah buradadır. Sən çağırsan, Allah dayanıb səni dinləyə bilər. Allah hər birimizin yanındadır. Allah hər birimizin yanından keçir. Sən çağırsan, o dayanar. Amma elə çağır ki, o dayansın və səni dinləsin. Bilirsiniz, İsa Məsih orada 2-3 nəfərlə getmirdi. Kəlam deyir ki, böyük izdihamla gedir deyə. Bilmirəm, orada biz görürük ki, İsa Məsih 5 çörəyi 5000 adama paylayır. Bəlkə də orada 3000, 5000 adam var idi. Bilmirik, kəlam deyir, bu böyük bir izdiham idi. O izdihamın içindən Bartimay İsa'nı dayandırdı. Ona görə, əziz bacılarım, qardaşlarım, gəlin Rəbbi elə çağıraq ki, qoy o dayansın və bizi eşitsin. Və sonra İsa dayandı və Bartimayı çağırtdırdı. Dedi, onu çağırın bura. Və kəlam deyir ki, onlar bu kör adamı çağıraraq dedilər, cəsarətli ol, qalx, o səni çağırır. Fikir verin, əziz bacılarım, qardaşlarım, bayaqdan onu susturmaq istəyən insanlar var idi, ha. Ki, qışqırma, bağırma, çağırma onu. İndi bilirsiniz nə deyirlər ona? Cəsarətli ol, qalx, o səni çağırır. Bayaqdan sustururdular, yazığı. Yəni, bu insanlar, bu cürdürlər. Mən bəzən sizə həqiqəti deyim. Mən bəzən insanları başa düşmürəm. İnsanlar elə cürlə tez dəyişirlər. İnsanlar elə cürlə dondan dona, üzdən üzə keçirlər ki, bəzən insanları tanıya bilmirsən. Bax, adi burada. Biz görürük, bir cümlə yuxarıda. İnsanlar ona mane olmaq istəyirlər. Sonra deyirlər ki, cəsarətli ol, qalx, o səni çağırır. Və kəlam deyir ki, Bartimay üst paltarının üstündən atdı və yerindən sıçrayaraq İsa'nın yanına gəldi. O dövrdə, əziz bacılarım, qardaşlarım, üst paltarı, yəni üstdən geyinmə çox vacib bir paltar sayılır.
dəyərli bir paltar sayılırdı. O sənin çölə, bayra, harasa bir geyinəcəyin bir paltar sayılırdı. Və sən altdan müxtəlif cür paltarlar, o dövrdə paltar tapmaq çox çətin idi. Ona görə hər bir insanda, çox insanlarda bir dənə üst paltar olurdu və onu geyinib çölə çıxırdı. Onu geyinməsən çölə çıxa bilməzdi. Hətta qanun kitabında yazılıb ki, kimdənsə üst paltarını borc alanda onu günəş batana kimi qaytar. Bəzən olurdu ki, sən harasa getmək istəyirsən, üst paltarın yoxdur, qonşudan xahiş edirdi ki, üst paltarımı mənə ver, gedim şəhərə gəlim. Bəzən biz oluyor bir harasa bir ziyafətə gedəndə indi ona kirayə deyirlər. Kirayə bir paltar götürür. Bax, üst paltarı o qədər elə bir vacib idi. Və həmçinin də sən əhəmiyyətli bir iş görəndə, vacib iş görəndə, fiziki iş görəndə üst paltarını kənara qoyurdun ki, o cırılmasın, bulaşmasın. Fikir verin, İsa Məsih şagirdlərin ayağını yuyanda Kəlam deyir ki, o üst paltarını çıxarıb kənara qoydu və sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa başladı. Amma biz görürük ki, Bartimay üçün vacib olan üst paltarını o atdı kənara və durdu İsa'nın yanına gəldi. O ən vacib olan şeyini atdı, çünki onun üçün vacib olan İsa Məsih idi. Və bu gün də biz belə etsək, biz xeyir tapacağıq. Biz ən vacib olanı atıb İsa Məsihi tutsaq, həyatımızda İsa Məsih, Allahın sözü ən vacib olsa, biz uğur qazanacağıq. Yadınızda Lutun arvadı ürəyi qalmışdı, evində, malında, mülkündə, Allahda deyildi ürəyi və ona görə də məhv oldu. Və yaxud İsa Məsih varlı adama deyəndə ki, hər şeyini sat, mənim ardımca gəl. Amma o bunu etmədi. O Allahı seçmədi. Amma Bartimay bunu etdi. O üst paltarını atıb sıçrayaraq, yəni tullanaraq gəldi İsa Məsihin yanına. Deyir, İsa ondan soruşdu, nə istəyirsən? Sənin üçün nə edim? Kör adam ona dedi, Rabbuni, gözlərim açılsın. İsa ona dedi, get imanın səni xilas etdi. Həmin an bu adamın gözləri açıldı, o da İsa'nın ardınca getdi. Fikir verin, İsa Məsih ondan soruşur ki, nə istəyirsən? Sənin üçün nə edim? Və Rəbb artıq onun inamını görürdü. Rəbb onun necə inandığını, necə bütün ürəklə iman etdiyini görürdü. Ona görə deyir, bilirəm, inanırsan. Nə edim sənin üçün? Yəni, nə desən, bu inamınla nə desən sənin üçün edəcəyim. İsa Məsih bunu ona demək istəyir. O bir zəngin adamla görüşərsən, bilərsən ki, o adamın hər şeyi var. O adam sənə desə ki, nə istəyirsən, nə edim sənin üçün? Sən də bilirsən ki, onun buna imkanı var. Və burada da Bartimay bilirdi ki, İsa Məsih hər şeyə qadirdir. Ona görə deyir, nə edim sənin üçün? Və bu gün də Rəbb sənə eyni sualı verir. Nə istəyirsən? Məndən nə istəyirsən? Nə edim sənin üçün? Bu gün Allah hər birimizə bax bu cür yanaşır. Nə edim sənin üçün? Nə istəyirsən məndən? Ona görə nə istəyirsən bu gün denən. Nə istəyirsən elə indi denən, amma inamla dilə. İnamla istə. İnan ki, Rəbb onu sənə verməyə qadirdir. İnan ki, Rəbb onu sənin həyatında etməyə qadirdir. İnan ki, Rəbb bunu edəcək. Bax, o inamla istə, Rəbb verəcək. Və de Rəbbə, aç ürəyini, ona dua elə, çağır onu. Və Bartimay bilirsiniz nə dedi? Rabbuni, gözlərim açılsın. Bugün bu insanlara, çox insanlara bu lazımdır. Gözləri açılsın. Biz həmişə dua eləyirik. Duamızda deyirik, ya Rəbb, müjdələdiyimiz insanların gözlərini aç. Müqəddəs kəlam verdiyimiz insanların gözlərini aç. İsa Məsih haqqında danışdığımız insanların gözlərini aç. Qoy onlar görsünlər ki, həqiqətdir bu. Qoy onlar görsünlər ki, İsa Məsih xilaskardır. Və ona görə bugün bir çox insanların ruhani olaraq mən vəzimin əvvəlində dedim, gözləri bağlıdır. Ona görə gəlin yenə də dua edək, qoy insanların gözləri açılsın ki, onlar həqiqəti görsünlər.
Sənin gözün açılsa, əgər sən görmürsənsə, sənin ruhani gözün açılsa, sən biləcəksən İsa Məsih kimdir. Sən biləcəksən hansı yol düzdür. Sən biləcəksən Allah hardadır, necədir. Sən nəyin yaxşı, nəyin pis, nəyin əyri, nəyin düz olduğunu görəcəksən. Və sən həqiqəti tapacaqsan, dərk edəcəksən. Çünki Allah onu sənə göstərəcək. Gözlərin açılsa görəcəksən. Ona görə gəlin diləyək Rəbdən. Gəlin diləyək ki, ya Rəbb bizim gözümüzü aç. Ya Rəbb mənim gözümü aç, qoy səni görüm. Qoy səni tanıyım, qoy səni dərk edə bilim. Və əgər açılsa, biz bunların hamısını görəcəyik, dərk edəcəyik. Və Bartimay da bunu xahiş etdi İsa'dan. Və İsa Məsih dedi, get, imanın səni xilas etdi. Fikir verin, imanın səni xilas etdi. Mən bayaq dedim, Allah Bartimayın ürəyindəki o imanı görürdü. Bəli, Kəlam bunu təsdiqlədi. Onun imanı, onun istədiyini ona verdi. Ona görə bugün bizim də imanımız olsa, Allah bizim istədiyimizi bizə verəcək. Və sonra deyir ki, həmin an bu adam gözləri açıldı və o İsa'nın ardınca getdi. Fikir verin, burada bir istəyərdim diqqətli olaq, vazımın sonudur. İsa Məsih deyir, get. Gözlərin açıldı, get, imanın səni xilas etdi. Və Kəlam isə deyir, həmin adamın gözləri açıldı, amma o getmədi. Bilirsiniz hara getdi? İsa'nın ardınca getdi. Bax, bu çox vacibdir ki, sən, Allah sənə istədiyini verəndən sonra, sən Allahın ardınca gedirsən, sən Allahla yaşamaqda davam edirsən, çoxları bilirsiniz nə qədər insanlar İsa Məsihdən şəfa tapı alıb, İsa Məsihdən rahatlıq alıb, təsəlli alıb, sevinc alıb, amma özlərini çevirib gediblər. Amma Bartimay İsa'nın ardınca getdi. Ona görə əziz bacılarım, qardaşlarım, hər birimiz ömrümüzün sonuna kimi İsa Məsihin ardınca gedək. Çünki həqiqətən hər şeyə qadir olan odur. Xilası, həqiqəti, əbədi həyatı verən odur. Amin. Qoy Rəbb bu işdə hər birinizə xeyir dua versin. Amin.